Antalya'da bıçaqlanan Araz Musayevin xəstəxanadan son görüntüsü yayılıb. İlk günlər ağır vəziyyətdə olan Araz Musayev artıq palataya köçürülüb. Onu ziyarətə gələnlər sosial şəbəkələrdə Araz Musayevin son vəziyyətini əks etdirən foto paylaşıblar. Fotodan göründüyü kimi Araz Musayevin vəziyyəti artıq stabildir. Xatırladaq ki, mayın 28-də Muay Thai Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Antalya'da bıçaqlanmışdı. Hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Hadisə ilə bağlı yayılan videoda Araz Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Araz Musayevi bıçaqlayan və əlbir olan şəxslərin həbs olunduğu barədə də məlumat vermişdik. Mayın 31-də saat 09:15-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 64-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, 90 SO 616 dövlət qeydiyyat nişanlı minik avtomobili Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qəfil yolun sol hissəsindəki dəmir ara kəsməyə çırpılıb. Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Sənəm Axundova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Südabə Əmrullayeva isə xəsarət alaraq kliniki tibbi mərkəzə daxil olunub. Faktla bağlı araşdırma aparılır.